Ümumiyyətlə valideynlərin bir yanaşması var. Deyir ki, uşağı elə yükləyin ki, yemək yeməyə də vaxtı olmasın. Çox yanlış ən yanlış bir şeydir. Bu disiplin deyil, bu sadəcə olaraq zorakılıqdır. Əksinə, əylənən uşaqlar. Amma burada bir məsələ var. Məsələn, mən öz təcrübəmdə hansı şagirdlərin daha yüksək nəticə əldə etdiyini mən sizə deyim. Valideyn uşağı disiplinli şəkildə idarə edir. Məsələn, deyir, oğlum və yaxud da qızım, sən bu müəllimin evə verdiyi tapşırıqları yüksək keyfiyyətlə mənə təhvil ver. Təbii ki, bu valideynlərin əksəriyyətinin özündə belə deyək, bilgiləri olur fənlərdən və onlar onu belə kontrol eləyirlər, görürlər ki, keyfiyyətli şəkildə bəli hazırlaşıb. Ondan sonra deyir ki, indi nə istəyirsən məndən denən mən sənin diləklərini yerinə yetirim. Məsələn, səni parka aparım və yaxud da futbola icazə verim və yaxud da ki, hansı əyləncə mərkəzinə getmək istəyirsən. Yəni mükafatlandır. Ümumiyyətlə tərbiyə etmə üsulu 2-dir. Ya cəzalandırırsan, ya mükafatlandırırsan. Pis əməllərinə görə cəzalandırmaq və yaxşı əməllərinə görə mükafatlandırmaq lazımdır.